Ermənistanda daxili siyasi gərginlik artır. Hraparak nəşri yazır ki, baş nazir Nikol Paşinyan hakim partiyanın seçki siyasi ilə bağlı ciddi addımlar atacaq. Məlumata görə, Paşinyan siyahıya düşmək istəməyən partiya üzvlərinə qarşı sərt mövqe nümayiş etdirəcək. Baş nazir bu addımı şəxsi siyasi kursuna qarşı etiraz kimi qiymətləndirir. İddialara görə, namizədlikdən imtina edənləri ciddi cəzalar gözləyə bilər. Lakin bir istisna var. Namizədlik yalnız Paşinyanın özü həmin şəxsin siyahıda yer almasını istəmədiyi halda geri götürülə bilər. Ermənistan mediasının yaydığı məlumata əsasən, partiya daxilində qadın namizədlərdən bəzisi namizədliyini irəli sürmək istəmir. Adları çəkilənlər arasında Lena Nazaryan və Kristina Poğasyan var. Diqqət çəkən məqam odur ki, Lena Nazaryanın imtina edəcəyi halda cəzalanmayacağı bildirilir. Səbəb kimi isə onun Paşinyanın ailəsinə yaxınlığı göstərilir. Partiya daxilində ən çox müzakirə edilən fiqurlardan biri həm də İrəvanın meri Tigran Avinyandır. Mənbələr iddia edir ki, Avinyan da növbəti seçkidə namizəd olmaq istəmir. Paşinyan istəyir ki, gələcək seçkilərdə onun partiyasından çoxlu sayda namizədlər iştirak edesin. Yəni, bir var, baxmayaq ki, 30, 50, 70 nəfər seçiləcək, parlamentə təmsil olunacaq. Amma bu 30, 40, 50 nəfərin seçilməsi üçün bu Vətəndaş Həmrəylik Partiyasından kütləvi şəkildə insanların iştirak etməsi lazımdır. Məsələn, 500 nəfər iştirak etməlidir ki, ondan müəyyən faizi parlamentə düşsün. Yəni, bugün Paşinyan çalışır ki, məhz öz partiyasının nümayəndələrinin seçkilərdə kütləvi iştirakını təmin etsin. Əslində, hakim partiya daxilində narazılıqların olması yeni deyil. Bundan əvvəl də Paşinyanın partiyada yalnız etibar etdiyi şəxsləri saxlayacağı, reytingi düşənləri isə uzaqlaşdıracağı barədə məlumatlar yayımlanmışdı. Hətta Ermənistan mediasında hazırda yüksək vəzifə tutan bəzi şəxslərin də dəyişdirilə biləcəyi iddia olunurdu. Müşahidəçilərin fikrincə, bu siyasətin əsas məqsədi Paşinyanın özünə daha möhkəm və tam loyallıq göstərən komanda formalaşdırmaqdır. İndi isə baş nazir daha sərt ritorikaya keçib və siyasi kursuna qarşı çıxma ehtimalı olan bütün nümayəndələri cəzalandırmağı planlaşdırır. Ekspertlər bildirirlər ki, namizədliyini verməkdən imtina edən həmin şəxslər öz reytinglərinin aşağı düşdüyünün fərqindədirlər və siyahıya daxil olmamaqla seçkidə mümkün uğursuzluq riskini zəmanət altına almağa çalışırlar. Həmin o şəxslərin bəziləri hiss edirlər ki, onların namizədlikləri verilməyəcək. Prosesləri sanki onlar qabaqlayaraq biz seçkilərə getmirik deyirlər. Bu da təbii ki, Paşinyanı narahat edir və Paşinyan bunu gözləmirdi. Çünki bir daha qeyd edirəm ki, Paşinyan istəyirdi ki, son anda bu siyahı müəyyən edilsin. Ancaq həmin şəxslərin öncədən seçkiyə qoşulmaq istəməmək mesajlarını verməsi Paşinyanı müəyyən dərəcədə çətin vəziyyətə qoyur. Ancaq bütün bunlarla yanaşı siyahı üzrə alternativlər var. Xatırladaq ki, 2026-cı ildə Ermənistanda parlament seçkisi keçiriləcək. Baş nazir Nikol Paşinyan bu postu qorumaq üçün bir tərəfdən kilsə ilə gərgin mübarizə aparır, digər tərəfdən isə diplomatik manevrlərlə mövqeyini gücləndirməyə çalışır. Görünən odur ki, növbəti il keçiriləcək seçki Ermənistanda sadəcə səsvermə deyil, ölkənin gələcək siyasi kursunu müəyyən edən həlledici mərhələlərdən biri olacaq.